Salam dəyərli Günas TV tamaşaçıları, hər vaxtınız xeyir olsun və yenə də biz bu axşam sizinlə iki canlı verilişdə 3 saat müddətinə təxminən daha 3 mövzuyla bərabər olacağıq bu axşam ki, Azərbaycanlı daişçilər Suriyada və İraqda birinci mövzudur. Xocalı Aşuramız, Kərbəlamızdır. İkinci mövzu olaraq sizə təqdim edəcəyik və gündəm təbii ki, bura daxildir bəzi ümumi, gündəmdə olan bir sıra mövzular. Hər halda bugün Aşuradır. Yəqin ki, o adamlar ki, əsl din adamıdırlar və bütün bu dini oyunbazlıqlardan, fırıldaqlardan kənar səmimiyyətlə əzad tuturlar. Yəni, inandıqları o yola İmam Hüseynə biz də onları təsliyyət deyirik. Bu axşam, əslində həm də Güney Azərbaycanda artıq axşamdır, Şam-ı Qəribandır. Yəqin biri də məsciddədirlər, biri də bəlkə bizim verilişi izləyirlər, seyr edirlər, biri də ola bilsin ki, ümumiyyətlə belə məsələlərdən kənardırlar. Hər halda İranda indi həyat bəllidir. Həyatın, durum belə desək, aydındır hər kəs üçün. Çünki ayrı bir mərasimlər olsaydı, 100% insanlar bu qədər zaman sərf eləyib, gedib qatılmazlar. Amma bu dini məsələ, məhərrəmçilik ayı artıq bir Güney Azərbaycanlıların da fərhənginə çevrilib, bir kültürdür. Bir olaydır həm də, bilirsiniz, gətiriblər, bu müxtəlif şəbihlər, mərsiyaxanlıq, zəncir vurmaq, qəmə vurmaq, sinə vurmaq filan. Elə bir haraydı ki, hər kəs fürsət tapır, gedir. Maraq olan olmayan, məsələnin mahiyyətini bilən, bilməyən. Bu, belə də hopub millətin canına, orada bir sıra dünyada yaşayan millətlərin canına və bunu heç vaxt, heç vəcihlə də o millətin canından çəkib çıxartmaq imkansız. Amma biz toxunacağıq, bugünkü bu Aşura məsələsinə. Sadəcə birinci mövzumuz Azərbaycanlı daişçilərdir və yaxud işitçilər. Bu məsələ niyə bugün bunu gündəmə saldıq? Ona görə ki, çoxlu sayda Quzey Azərbaycandan olan söhbət burada Azərbaycanlı deyəndə daha çox Quzey Azərbaycan nəzərdə tutulur. Çox sayda Quzey Azərbaycanlılar, gənclər, cavanlar cəlb olunub Suriyada, İraqda İslam dövləti bayrağı adı altında savaşırlar. Onlar da baş kəsir, onlar da silahlarla insanlara atəş açırlar, həm ölürlər, həm öldürürlər. Və dedim, sayılar da bunların az deyil. Bu, Azərbaycan üçün, Azərbaycan hakimiyyəti üçün təbii ki, mənfi bir olaydır, belə desək. Adətən o ölkələrdən ki, durumlar, ölkədəki durum, vəziyyət çox ağırdır, həm iqtisadi baxımdan, həm mənəviyyat pozuntuları daha çoxdur. Onlar tez cəlb olurlar, bu Daeş və yaxud IŞİD adı altında bu quruma. Bu qurum bəlli deyil, bu qurumun sadəcə Suriyada İran dövləti tərəfindən yaradılan bir qurumdur. Əvvəllər Bəşar Əsədi hakimiyyətdə saxlamaq üçün, o ərəfədə ki, artıq Bəşar Əsəd süqut edirdi və bunlar ayrı bir yol tapa bilmədilər ki, alternativ radikal qüvvələr təşkil verdilər Suriyada. Ki, bilirsiniz, Əl-Qayda orada fəaliyyət göstərirdi, hətta Taliban orada var idi. Sonradan Cibhətül Nüsrə filan yarandı və daha çoxlu firqələr, ayrı-ayrı məzhəblərə qulluq eləyən kiçik-kiçik qruplar və nəhayət ki, bunların içindən, xüsusilə də Əl-Nüsrənin, daha çox üzvlərindən İran dövlətinin himayəti ilə bir Daeş yaradıldı. İŞİD, Daeş və yaxud İŞİD, indiki İslam hökuməti və beləliklə də orada
elə bir duruma vəziyyəti çatdırdılar ki, qərb dövlətləri baxdılar, gördülər ki, əgər Bəşər Əsəd yıxılarsa, hakimiyyətə bunlar gələrsə, daha vəziyyət ağır olar. Ona görə də qərb, yəni ilkin baxışla, yəni belə görünür, o mənzərə istəsək yaradaq, qərb başda Amerika olmaqla Əsədin hakimiyyətdən, yəni gedilməsini, o prosesini bir qədər zəiflətdi. Yəni müdaxilə çox etmədi. Daha çox gücünü oradakı müxalif qüvvələrə qoydu və onlar da üçün münsəcim deyildilər. Ona görə uğur qazana bilmədilər. Nəhayət ki, yaranmış bir boşluqdan İran bu fürsətdən istifadə elədi. Orada DAEŞ'i yaratdı. Düzdür, sonra DAEŞ özünü təpərlədi, biraz tutdu, varlandı, bəzi mərkəzləri mühasirə elədi, yəni neft mərkəzlərin, paygahların və oradan başladı nefti satmağa. İnternet şəbəkələrində fəaliyyətlərini çoxaltdılar və biz əsl Məhəmməd Peyğəmbərin dinini yer yüzündə, yer kürəsində yaymaq istəyirik və İslam hökuməti qururuq. Bu adı altında bir çox gəncləri və cavanları cəlb edə bildi. O cümlədən o gənclər, o cavanlar ki, müxtəlif ölkələrdə öz hökumətlərindən narazı idilər. Yəni bunlar həm iqtisadi baxımdan, həm siyasi baxımdan və xüsusən o ölkələr ki, daha çox diktatoru bir şəkildə idarə olunur. Burada bu ölkələrdəki gənclər daha çox cəlb oldular ki, üstə gəl, yəni Avropada, hətta Amerika, Kanada ki, o radikal müsəlmanlar ki, buranın özündə də yəni narazı müsəlmanlar var. İndi bir yolla gəliblər, filan özlərini tutublar, amma sonra bir sıra səbəblərdən dolayı ki, uzun məsələdir, narazıdırlar. Eyni məsələn Əl-Qaidə ki, əsasən üzvləri burada yaşayıblar. Hamısının Amerika pasportları var və bir növ buranın sistemindənmi, qanundanmı, yoxsa hər yəni narazı bir şəkildə bunlar da qayıtdılar orada Amerikanın əleyhinə, Qərbin əleyhinə və İslam adı ilə bilirsiniz nələr törətdilər. Yəni o IŞİD-ə və yaxud DAEŞ-ə təşkilatına daxil olan şəxslər də bu cür müxtəlif ölkələrdən, müxtəlif təbəqələrdən və müxtəlif bəhanələr adı altında narazilər. Və eyni zamanda həm də inandıranda ki, İslam hökuməti qurulur və əllərindəki o satdıqları nəftin pulundan gəlirləri ki, bunlara göndərirlər və bir çox gənclər, cavanlara ki, gənc və cavan qızlar, qadınlar təklif edirdilər və ona görə də bunların sıraları daha çoxaldı. Getdikcə və nəhayət ki, belə bir vəziyyət gəldi ortalığa ki, bunlar İslam hökuməti adı altında bir böyük bir qurum yaratdılar ki, ölkələr fəth elədilər, şəhərlər fəth elədilər. Suriyədə, İraqda, Əfqanistanda da var. Yəni bu İranın özündə də var. İndi bugün açıq bir şəkildə hələlik üzə çıxıb fəaliyyət göstərə bilmirlər. O demək deyil ki, yoxdur. Bunların təşkilatlanmış bir formada bunlar vardılar. Ən azından çoxlu tərəfdarları var. Və beləliklə də vəziyyət bu yerə gəldi, çatdı ki, artıq İranın kontrolundan çıxdı və İranın özünə, başına bəli oldu və İran da təbii ki, indi bu günləri bütün varını, yoxunu, gücünü, hamısını qoyur ki, ta bunları eləyə bilsin ki, aradan aparsın. Yəni, yaranmasında İran bir nömrəli rol oynayıb bugünkü İslam hökumətinin yaranmasında. Dedim, daha sonra məsələ fərq elədi. Məsələlər dəyişdi, ideyalar dəyişdi və bu günümüzdə biz görürük ki, bunların nə istəyirlər və təbii ki, bugünkü Şiə İran dövlətinə bir nömrəli düşmən kəsilən bir qurumdur ki, bunlar əllərinə kiçik bir fürsət düşsə, bir dənə salamat Şiə molla qoymazlar. Yəni, bunların neçə il ərzində təcrübə göstərir ki, qəti şəkildə bu mollaların qanına yerikləyən bir qurum, təşkilat və yaxud bir hökumət, yəni İslam hökuməti elan ediblər. Nəfərləri də, sayları da az deyil dediyimiz kimi,
aldığı əllərində olan ərazilər də çox-çox böyük ərazilərdir. Siz təsəvvür edin, yəni bunların gücünə siz baxın ki, Amerika, onların koalisyon qüvvələri, İraqda məsələn İraq dövləti, Suriyada Suriya dövləti və hətta onların içində olan digər bu İslam hökumətinə olan ayrı-ayrı qruplar, bunlar nə qədər fəaliyyət göstərirlər, göydən, yerdən, amma bunları bitirə bilmirlər, qurtara bilmirlər. Çünki ona görə qurtara bilmirlər ki, bunlar cəzb eləyə bilirlər. Bunlar millətin içindədirlər. Bunlar bir padığan deyil, paygah deyil deyəsən ki, hardasa bir qurumlar var, paygahlar var, gedək göydən o bombu tökək, paygahları məhv olsun, özləri də qaçsın, dağılsın. Yox, bunların paygahı mərdumidir. Xüsusən indiki dövrdə, indiki zamanda İraqda bütün millət 99% narazı. Suriyada həmçinin. Və ona görə də nə Rusiya, nə İran, nə ayrı-ayrı ölkələr, nə Türkiyə bunları bitirə bilməz. Bu bir imkansız. Və onun üçün də bunların o paygah-ı mərdumisi, yəni milli bazaları, mərdumi bazaları təkcə İraqa və Suriyə kifayət etmir. Bir çox ölkələrdə var, təəssüflə o cümlədən Quzey Azərbaycanda. Və Quzey Azərbaycanda, əlbəttə mən onu deyim ki, bunun yaranmasında, yaranışında ki, İranın böyük rol oldu. Və Ruslar da təbii ki, o zaman İrana yardımçı idi. Yəni, oranın Dağıstanın özündən onların çətri altında nə qədər insanlar, gənclər, cavanlar, çünki Rus da Bəşar Əsəd hakimiyyətini qoruyub saxlamaq istəyirdi. Və Rusun hədəfi bu idi. Oradan çoxlu davtələblər, çoxlu könüllülər Rusiya dövlətinin köməkliyi ilə İrana kiçicik bir təlim görəndən sonra oradan bu əvvəl başlanğıc idi təbii ki. Oradan da Suriyə. Və nəzərə alanda ki, Quzey Azərbaycanın şimal hissəsi, o yerdə ki, məsələn, təxminən belə desək, Qubadan tutmuş, Quba şəhərindən üzü, ağzı Rusiya sərhədlərinə doğru. İndi burada Qəbələ var, burada Qax var, burada nə bilim Zaqatala var filan. Bir çox Qusar var. Yəni bir çox şəhərlər ki, daha çox meyillidirlər. Çünki bunlar, bilirsiniz, hər halda bunlara sələfilər deyirlər. Və hələ illər öncə, təxminən 20-25 il bundan öncə də Səudi Ərəbistandan gəlmiş bir çox dini təbliğatçılar və Səudi Ərəbistanın buraxdığı pullar, paralar, həman bu məscidlərdəki vəhabilər, nə bilim, sələfilər filan kimi adlanırlar. Yəni, bunların da rolu az deyildi bu təbliğatlarda. Daha çox Azərbaycanın şimal qismətinə bunlar sərf eləmişdilər bu həzinələrini və orada çoxlu gənclər bunun nəticəsində cəzb eləyə bilmişdilər. Beləliklə də zaman-zaman İranın köməkliyi ilə bunlar bir qismi, yəni əksəriyyət qismləri getdilər, İranda dövrə gördülər, silahlandılar, təlim gördülər, Suriyə göndərdilər, İraqa getdilər və hətta o vaxt ki, yəni IŞİD-lə İran arasındakı yaranmış problem, yəni Daesh ilə İran arasındakı o rabitələr kəsildikdən sonra məcburiyyət qarşısında Azərbaycandan gedənlərin daha çox Türkiyəyə üst tutdular. Və Türkiyə xətti ilə getdilər Türkiyə, oradan rahat idi Suriyə getmək və yaxud İraqa getmək, getdilər, qoşuldular və orada İslam hökumətinə ki, hətta onların içində komandirlər var, fərmandehlər var, Azərbaycandan olan fərmandehlər ki, bunlar başladılar bir-bir çağırış eləməyə internet vasitəsilə və bunlar internet vasitəsilə işlərini gücləndirdilər, yəni bu İslam hökuməti. Və bu heç də dayanmayıb və bu gün də bitməyib və bu gün onların sıralarına sel kimi axınlar var. Dedim, birinci səbəb o yanlış təbliğatların nəticəsində, ikinci səbəb ölkədəki durum, siyasi-ictimai durum ki, bir gənc baxır görür ki, artıq 19, 20, 25 yaşında istədiyini əldə edə bilmir, iş tapa bilmir, ailə qura bilmir və ən yaxşı nədir? Elə həm gedərəm,
diri qalaram, daha gözəl, həm ailəmi də keçindirərəm. Çünki bunlar əksəriyyəti evlərinə pullar da göndərirlər. Və Azərbaycan dövləti bunları çox yaxşı bilir ki, birdən-birə varlanan ailələr ki, necə olur? Baxırlar, görürlər ki, oğlanları yox. Amma bu ailə çox zəngin yaşayır. Yəni, o ailə ki, ailələrində bir nəfər də işçi yox idi və ona-buna möhtac idi. Özlərinə evlər alırlar, ən axır modeldə olan maşınlar sürürlər. Və bunların hamısı təbii ki, Azərbaycan hökuməti üçün bəllidir. Ola bilməz ki, bəlli olmasın. Amma ciddi qüsurlar var. Yəni, niyə Azərbaycandan gənclər gedir bu cür terrorist qruplara, dini, o radikal qruplara qoşulur? Əvvəl bir video var ki, bir nümunə üçün ki, əlbəttə çoxdur, minlərlə video var. Azərbaycan ayrı-ayrı dəstələr və qruplar bir dəstəsini sizə təqdim edir ki, sübut olsun ki, Azərbaycanlılar həqiqətən də Suriyada, İraqda İslam hökuməti ilə çiyin-çiyinə bərabər bəlli olmayan bir amal və hədəf uğrunda vuruşurlar. Buyurun. Bismillah və salatu və selamu alə Resulullah. Amma bəd. Bugün qardaşlarla inşallah əməliyyata gedirik. Və ola bilər, Allah subhanət hələ hansımıza inşallah şəhid etsin. Qardaşımız birinci dəfə nəşrini oxuyacaq. Bu Azərbaycanda, Türkiyədə və dünyada olan mücahidlər üçün bu hədiyyə olsun. Bismillahirrahmanirrahim. Əl-ləzina əmənu yuqatiluna fi səbilillah və-ləzina kəfəru yuqatiluna fi səbilit tağut. Tövbə etdik biz günaha, canımızı sattık Allah'a. Hicret ettik onun yolunda, geri dönmedik bir daha. Kuruldu İslam devleti, itirmeyin siz bu serveti. Ya açık aşkar ya helveti, tezleştirin siz hicreti. Mən bir qərib mücahid, oldum döyüşlərə şahid. Əgər ki Rəbbim istəsə, bugün sağam, sabah şəhid. Yolumuzdur Quran və sünnət, məzhəbimizdir əhl-i sünnət. Allahı razı sala bilsək, bil ki gözləyir bizi cənnət. Yoktur əvəzi cihadın həyatda, qardaşlarım durub ribadda. Ya səhər ya da geç saatda, fəda elər əməliyyatda. Mən bir qərib mücahid, oldum döyüşlərə şahid. Əgər ki Rəbbim istəsə, bugün sağam, sabah şəhid. Mən bir qərib mücahid, oldum döyüşlərə şahid. Əgər ki Rəbbim istəsə, bugün sağam, sabah şəhid. Rəbbimin sözün eşittiniz, ağır yüngül cihad ediniz. Peyğəmbərimiz söylədi ki, cihad üçün Şam'a gedin siz. Peyğəmbərimiz söylədi ki, cihad üçün Şam'a gedin siz. Əməllər... Bəli. Bu bir nümunə idi ki, Azərbaycanlılardan ibarət İslam hökuməti qoşunlarının sırasında və hətta baxın görün nə qədər özlərini rahat hiss edirlər ki, təbliğat edirlər. Yəni bunlar o cür təbəssümlə, gülə-gülə, görünür könüllə bunlar ora gediblər və daxil olublar. Bu əslində çox təhlükəli bir məsələdir. Bir halda ki, Azərbaycanın özünün torpaqları işğal altındadır, Qarabağ işğal altındadır və əgər
müsəlman və qeyri-müsəlmandan söhbət gedirsə, bunlar özlərini müsəlman hesab edirlərsə, Qarabağ torpağı ki, qeyri-müsəlmanlar tərəfindən işğal olunub, orada böyük faciələr törədilib, orada Xocalı faciəsi kimi tarixdə tay bərabəri olmayan bir qətl-am törədilib ki, biz ikinci mövzuda bu haqda geniş danışacağıq. Necə ola bilər bu gənclər, bu cavanlar öz torpaqlarının uğrunda savaşmır, amma silah götürüb bəlli olmayan bir əqidə üstündə, bunlar ölümə gedirlər və öldürürlər. Onların taleyləri bəllidir. Onlar bəlli deyil, bəlkə də indi yoxdular və yaxud indi də elə öldürürlər və yaxud gələcəkdə öləcəklər. Hər halda onlar bir batlaqdadırlar ki, onların oradan salim salamat çıxması imkansız. Bu aydındır. Amma aya günah bu gənclərin, cavanların özündədir. Mənim şəxsən özümün düşüncəmə görə mən günahını onlarda görmürəm. Çünki bir ölkənin, bir məmləkətin gənci, onların cavanları o məmləkətin, dövlətinin və yaxud hakimiyyətinin apardığı siyasət, onun nəticəsində onların kimlikləri bəlli olur. Bir vətəndaş əgər həqiqətən də rifahda olarsa, işlə təmin olunarsa, dini azadlıqları təmin olunarsa, o bir vətəndaş üçün dövlət tərəfindən ayrılmış hər bir şey normal bir səviyyədə olarsa, 100% belə adamlar, belə gənclər öz məmləkətini qoyub getməzlər. Öz məmləkətindən difa elərlər, öz vətənlərindən difa elərlər. Bugün biz eşidəndə ki, ölkənin Milli Təhlükəsizlik Naziri özü şəxsən hələ qalsın onun əlaltıları, nazirin özü rüşvətxorluqla məşğul olub. Sahibkarların və quldurluqla, illərdir orada özünü, ətrafını, qohumlarını, qəbilələrin cibini doldurub və görünəndə ki, ölkənin, məmləkətin sərvətləri qeyri-bərabər paylanır və bir iddə sürətlə milyarderlərə çevrilirlər, amma əksəriyyət insanlar ağır bir şəraitdə, bir vəziyyətdə yaşayır. Təbii ki, istər-istəməz o gənclər bunu görüb, nəhayət ki, hər yolla, hər vasitə ilə olmuş olsa, öz ölkəsini, vətənini, məmləkətini tərk edəcək, heç Qarabağda boyun tutub gedəcək. Boynunun arxasını göndərib keçəcək. Belə diqqət eləyəndə, tarixdə dedim, tarixdə Xocalı soyqırı kimi bir faciə var, qətiyyən yoxdur. Əgər söhbət dindən, imandan, İslamdan, filandan gedirsə və bunlar bunun uğrunda gedib orada ölüb və yaxud öldürürlərsə, o düzgün təlim-tərbiyə alsa, Xocalının qətl-amını törədənlərdən qisas almaq üçün bunlar səfərbər olarlar. Bunlar gedib ermənilərdən qisas alarlar. Və ona görə mən deyirəm ki, bir məmləkətin xüsusilə də müxtəlif nümunələr buna gətirmək olar, vermək olar. Məsələn, radio-televizyonu. Səhərdən axşama o ölkədə, o məmləkətdə o radio-televizyon nələri göstərir, nələrlə məşğuldur? Aya həftə ərzində, mən gün ərzində demirəm, həftə ərzində 1 saat Qarabağa yer ayıran bir televizyon, bir kanal var. Onlarla kanal fəaliyyət göstərir və biz də buradan seyr edirik. Yoxdur. Ara sıra o tarixi günlər gələndə, məsələn, Xocalının qətl-am günü, Ağdamın işğalı günü, Şuşanın işğalı günü, ildə bir dəfə. Onda bütün televizyonlar yox, bəzi televizyonlar xəbər kimi deyir, üstündən keçir. Artıq 25-26 ildir. O bir gənc, bir cavan, bir vətənini sevən, o nə öyrənəcək o televizyonlardan? Bir televizyon ki, səhərdən axşama kimin mağazin verilişləri ilə məşğuldur. Filankəsin, göbəyi filan qədər göründü. Filankəs bilmədi, çiynindəki nəyi düşdü. Filankəsin əyağı, ətəyi bir qədər gödək idi, filan idi. Bir də gəlir, orada otururlar, hərəsinin əlinə bir mikrofon verirlər. Yekə kişilərdir, baxırsan qiyafələrinə. Başlayıb orada nəzər verirlər. Kim düz deyir və yaxud kim düz demir. Bu, əgər qərb dövlətlərinin verilişlərini, kanallarını, Avropanın, Amerikanın kanallarını kopya eləmək istəyirsinizsə,
Axı bunların şəraiti Azərbaycan şəraitində deyil. Bunların durumu başqadır, bunların yaşam tərzi başqadır, bunların fərhəngi kültürü də başqadır. Hər yerdən, hər kanaldan bir şey kopyaləyib gətirib orada sponsor tapmaq, nə bilim, yüz minlərlə xərclər, filanlar qoymaq. Yəni, bu Azərbaycan televizyonlarına qətiyyən yaraşmayan. Biz demirik ki, Azərbaycan üçün torpaqları işğal olub, elə İran kimi səhərdən axşama sinə vırsın və yaxud əza saxlasın. Yox, bunu demirik. Özünün musiqisi də var, kültürü də var, özünə uyğun zamanı var, yeri var. Ona da yer ayırmaq olar. Amma bugün elə bir durumda, elə bir vaxtdır ki, Azərbaycanın gənclərini, cavanlarını vuruşmaq üçün hazırlamaq lazımdır. Vətənini xilas etmək üçün hazırlamaq lazım. Və bunun üçün də televizyonların çox böyük rolu var. Yəni, təlim, tərbiyədə həqiqi böyük rolu var. Amma baxaq görək televizyonlar nə ilə məşğuldur? Bir nümunə, bir film sizə biz göstərmək istərdik. Bir nümunə. Yüzlərlə, minlərlə nümunələr var. Orada, nə bilim, cin çıxardırlar, fala baxırlar. Hərə bir növlə o televizyonları, kanalları işğal edib. Hazır olanda biz onu yəqin ki, efirə verəcəyik. Yəni, bu bir ölkənin, bir məmləkətin, cavanlarının, gənclərinin ölkəni tərk etməsində çox böyük rolu var bu tipli verilişlərin, bu tipli. Hardadır? Bunu kim kontrol eləməlidir? Bunu biz kontrol eləməliyik? Yox. Dövlət var, dövlətin başçısı, dövlətin o strukturunda çalışanlar, qanunlar qəbul etməlidirlər, qanunlar keçməlidir, o qanun çalışmalıdır, işləməlidir. Bir nümunəni, televizyon olaraq bir nümunəni sizə göstərə, baxın, görün, bu televizyonlar nə ilə məşğuldur? Buyurun. Cin, şeytan, gözə görünməz qara qüvvələrin mövcudluğunu elm inkar etsə də, din onların mövcudluğunu təsdiqləyir. Müəyyən insanlar isə nəinki mövcudluğunu, hətta onların insan bədəninə daxil olaraq ciddi xəstəliklər törətdiyini də iddia edir. Bu mövzuları silsilə şəkildə müzakirəyə təqdim edən el içində verilişi bu dəfə qara qüvvələrlə mübarizə yolu ilə insanları müxtəlif xəstəliklərdən sağaldan müəyyən şəfavericiləri aşkara çıxartdı. Verilişdə qonaq olan Məhəmməd Bazaroğlu ruqiyyə üsulu ilə, yəni Quran ayələri vasitəsilə xəstə insanın bədənindən cini çıxartdığını iddia edir. El içində verilişinin çəkiliş heyəti bu prosesin şahidi oldu. Orada baş verənləri sizə şərhsiz təqdim edirik. Görəcəkləriniz inanılmazdır. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Sen kimsen? Kimsendi? Kimsin sen? Okumuram de, mənə de, okumuram. Saklayacağım. Kim olduğunu de mənə. Allahu Ekber. Bilmirsən adını? Gel. Yaxşı. Ne işin var bu kızın canında? Ne vaxt girmişsən kızın canına? Neçə il evvel? 9 yıldır canındasın. Necə gəlmişsən də? Kim gönderip səni? Ne için gelmişsən bunun canına? Uzaktan gönderdi. Kim gönderip? Kızın harasında oturmuşsan? Başında. Başında. Kifayət Ona edər, ne bəs, problemler kifayət. yaratmışsan indiyəcə? Bəli, kifayət. Yəni, mən bir göstərmək istəyirəm ki, baxın görün bu ölkənin, məmləkətin televizyonları nələrlə məşğuldur, milləti nələrlə bu cür bazar, bir özlərinə bir bazar açıblar, biznes bazar açıblar. Yazıq, nə qədər insanlar həkimə müraciət etmək əvəzində durub gedirlər, bu adamları tapırlar, onlar da gətirirlər, çəkilişlər. Hamısı təbliğatlı, hamısı oyundur. Torpağı işğal olan, ərazisi işğal olan, baxın, indiki duruma baxın. Axı, belə bu məmləkətin kimdir cavabdır? Niyə çəkib bu kanalların? ATV idi, tək o deyir. Space bir formada, aynəsi ayrı formada, nə bilim, Xəzər TV'si ayrı bir formada, lideri başqa bir formada. Bazar da açıblar ki, o milləti orada salıblar bir-birlərinin canına, o onun falına baxır, bu bunun canından cin axtarır, cin çıxardır filan. Əgər elə bir şey olsaydı, artıq bu qərb dünyasından inkişaf etmiş bir dünya yoxdur. Onlar bu elmi, tibbi zadı hamısını yığışdırardı, atar damara. Gəlib elə bu elmi daha da sizdən yaxşı inkişaf etdirərdi. Orada aparıb, əvəzin ki, arvadı xəstəxanaya aparırlar, dərdinə baxarlar, yıxıblar orada meyit kimi qabaqlarına ki, cin sənin harında oturub.
Hələ o da danışır, güya cin danışır, o deyil. Yaxşı, bu məmləkətin, belə televizyonu olan məmləkətin cavanlarınız, mən təəccüblənmirəm o cavanlar ki, silah götürüb gedib orada Suriyada vuruşurlar. Pisləyirik, narahatıq. Amma belə götürəndə haqq da vermək olar bunlara. Bəs haradadır bu məmləkət? Məmləkətin Milli Təhlükəsizlik Nazirinin birbaşa sahəsidir. Yəni bunlar oyundur, bir oyundur ki, gətirib salıblar və bu oyunda bir nömrəli rolu İran dövləti oynayır. Yəni bu cin çıxartmada, nə bilim fala baxmada, bu xurafatın yayılmasında İran bir nömrəli rol oynayır Azərbaycanda. Əgər məmləkətin Milli Təhlükəsizliyi Nazirinin özü rüşvətxorluqla məşğuldursa, o heç vaxt belə məsələlərə çatanmaz. Bəlkə də özləri də biraz da puldan, paradan verirlər ki, elə qoy millət indi ki, buna meyillidir, başını bundan qatın. Milləti məhv edirsiniz. Yəni bu hələ, baxın görün, neçə ildir, 25-26 il bu Sovetlər dağıldıqdan üzü bu yana. Baxın görün, o dövrdə millətin səviyyəsi hardaydı və indi millətin səviyyəsi hardadır? 26 ildə, bir dənə 26 ildən sonra, növbəti 26 ildən sonra Azərbaycanın durumuna baxarıq. Orada əgər 20% sağlam adam siz tapa bilsək, yəni fikri cəhətdən, əqli cəhətindən, hər bir cəhətdən, yəni milləti bu yolla məhv eləyib aparıblar. Niyə gedib o gənc, o cavan, bilmədi ki, o gül kimi cavanlardır, gənclərdir, hamısı pəhlivan kimi gənclərdir olar. Və o əgər Azərbaycandan durur gedir, Suriyədə tanımadığı yad bir ölkədə, yad bir dil, silah götürüb vuruşursa, o görün Qarabağda necə vuruşar o? Amma bunu onlara o səviyyə hazırlamaq lazım. Bunu dövlət hazırlamalıdır. Bu televizyonların ağzını çəkib, ən azından çəkib o proqramların ağzını bağlatmaq lazım. Yəni bu inanılmaz bir məsələdir. Biz yəni bunları görürük, həqiqətən narahat oluruq. Ora bizim vətənimizdir, o bizim millətimizdir. O gənclər, o cavanlar bu vətənin evladlarıdır. Orada baxın, onların yaşlarına baxın, eləsi var idi, 15 yaşı var idi. Yəni uşaq hələ bilmir ki, o nəyə gedib, nəyə uğrunda vuruşur. İki kəlmə, üç kəlmə bir şeylər öyrədib, orada silahı veriblər əlinə, orada. Ya indi özü eləcək, ya da kimisi öldürür, fərq eləməz. Hər iki halda cinayət törədir. Azərbaycan nə İrandır, Azərbaycan nə Suriyədir, Azərbaycan Azərbaycandır. Yəni, amma çox təəssüflər olsun ki, əgər bu məsələlərin qarşısı ciddi bir şəkildə alınmasa, Azərbaycanı, dedim, son qarşımızda olan 20-30 ildə təsəvvür etmək çox çətin olacaq. Çünki bir dövləti, bir ölkəni ayaqda saxlayan onun millətidir. Əgər onun milləti müxtəlif yollarla və müxtəlif səbəblərdən məmləkətini tərk edərsə, təbii ki, o boşluqların, indi bunu görən, bu olayları, bu hadisələri, digər tərəfdən isə bilim adamları, elm adamları da ayrı bir formada ölkəni tərk edir. Və əgər İranın o təbliğatlarının qarşısı elə günü bu gündən də olmuş olsa, alınmasa, orada durum çox ağır olacaq. Baxın, görün, indi 5 il bundan qabaq Aşura mərasimlərinə baxın, bu gün baxın. Xiyabanda, küçələrdə yer yoxdur. İndi hər halda bu məsələdir ki, bu bizim dinimizdir, kültürümüzdür, bu qəbul olunandır. Amma bunların içindən çəkib çıxardır o mafyoz qruplar, qüvvələr ki var, o cavanlar, o gəncləri. Və aparıb o yollara, o gördüyümüz o 5-10 nəfər deyir, minlərlə belə videolar var. Və videoya çəkilməmiş minlərlə Azərbaycan gəncləri, cavanları var ki, Suriyada, İraqda vuruşur. Bir halda ki, öz torpağı işğal altındadır. Bir halda ki, hələ o işğaldan sonraki minlərlə əsir bugün Ermənistandadır. Videonu təzə yayıblar. Videosunu yaydılar ki, artıq 15 yaşında tutulan indi 50 yaşındadır. Hamısı da məzlum, hamısını da başına vura-vura, indi də cirə ilə onlara yemək yedirdirlər. Bir adam da yoxdur ki, çəkə bunları oradan çıxarda ki, niyə saxlayıbsan sən bu əsirləri? Niyə əsir saxlayıbsan 20, 30,
40 ildir. Hələ ondan öncə tutulanlar da var. Yəni bunu dövlət etməlidir. Bunları biz etməməliyik. Dedim, əgər təəssüflə dövlətin ən mühüm möhrəsi və ən həssas nazirliyi rüşvətxorluqla məşğul olursa və bunu açıqlayıblar hər yerdə, bütün günündə Azərbaycan mətbuatında nazirliyin rüşvətindən söhbət gedir. Və nə qədər insanlar, nə qədər iş adamları buna görə ölkəni tərk edibdir. Hər halda gec də olsa bu atılmış bu addım müsbətdir. Amma aya dövlət başçısı bunu bilmirdi ki, bunun naziri nə ilə məşğuldur. Bu məsələ ilə bağlı danışmağa söhbətimiz çoxdur, amma elə bu qədər kifayətdir. Hər halda həm də bu bölümün zamanı da yavaş-yavaş yaxınlaşır. Ona görə də biz ürək ağrısı ilə bunları biz gündəmə gətiririk və ümid edirik ki, yəni heç olmasa bundan sonra o gənclərin qarşısı qabağa alınsın, gedib cəlb olunmasınlar, boş-boşuna gedib həlak olmasınlar. Və dövlət eləyə bilər bunların kəsinliklə qarşısını ala, vaxtını, zamanını sərf eləsə bu işə eləyə bilərlər, kontrol eləyərlər ki, ta o gənclər, o cavanlar ölkəni terror məqsədi ilə, terror qruplarına qoşulmaq məqsədi ilə tərk eləməsinlər. Əlbəttə, biz onlara terrorçu deyirik, onlar özlərini Allah adamı bilir, din adamı bilir, Allahın nümayəndəsi bilir və bizləri kafir filan hesab edirlər. Onların baxışları fərqlidir. Amma normal belə baxanda, həqiqətən də onlar bilmədən böyük bir terror şəbəkəsinə qoşulublar. Ya öləcəklər, ya öldürəcəklər və sonunu öldürsələr də axırda özləri də öləcək. Bunların çıxış yolları yoxdur. Və o ailələr, o analar, o atalar ki, oğullarını buraxırlar, könüllü buraxırlar. Bilmiş olsunlar ki, Suriyadan, İraqdan salamat bir adam çıxa bilməz. Ora bir batlaqdır. Ora hələ uzun illər çəkəcək, orada proses hələ təzə başlayıb. Suriyanın məsələsi, İraqın məsələsi 1 ilə 2 ilə bitəsi məsələ deyil. Orada bir plan var və o plan tədricən, yəni həyata keçirilir və həyata keçirilənə qədər də elə bu cür ölümlər, qadalar sayı da çoxalacaq və təəssüflər olsun ki, davam edəcək. Qoşulmamaq ən ağıllı hərəkət olar. Qısa bir ara alırıq, aradan sonra biz Xocalı bizim həm Kərbəlamızdır, həm də Aşuramız. Bu mövzuda söhbətimiz olacaq.